Herkese salamlar dostlar. Bugün sizlerle birlikte farz et ki oynayacağıq. Türk yapımı bir oyundu. Bu şekilde göstereyim size. Gördüğünüz gibi ben oyunun 07'ni almışam. Şeyden başdan düşmək də olur. 07 bize yığdırmışam biraz. Rəngini falan dəyişmişəm. Oyunun dünyası çok qəşəngdir. Binaları olsun, işte yolları olsun ve bu şekilde benzin yerleri falan olsun. Yani çok qəşəngdir. Maşını bir yaxından göstereyim size. Ben Türk oyunudur, amma 07'ni çok qəşəng modelləyiblər. Yani çok beğendim. Yani oturaq içində. Oturduk dostlar bir şekilde. Kamera modlarını göstereyim. Ben içten bunu, ben içten sürmeyi seviyorum bu oyunda. Abi reklam attı bir dakika. Aha. Dostlar artık yani derslerim falan var. Video editlemeye falan çok vaktim olmur. Deyə ki bu videoyu da editləyə bilmədim, bilmirəm. Burası maşınınız eğer əzilibsə burada təmir edə bilirsiniz. İşte burada market zad var. Yani roleplay eləmək üçün çox qəşəngdir. Yolda baxın belə maşınlar da çıxa bilər qabağınıza. Yani oyun suspansiyaları dəyişmək olar. Baxın belə azilov elədim məsələn. Bir dəqiqə iç təkər qaldırması üçün belə bir şey eləyəcəyəm. Ya olmadı bir dəqiqə. Haydi bakalım suspansiyonu dəyişdik. İç təkər. Ya olmur. Bu oyunda iç təkər eləməyə alınmır. Amma eybi yox. Aşırıdacaq indi maşın. Yani bu şekildedir. Oyun bence gayet qəşəngdir. Başarılı bir oyundur. İçten sürmemiz çok qəşəngdir. Baxın bu şekilde. Yavaşlatmaq da olur. Maşın ışıqlarını falan da yandıra bilərsiniz. Və oyunda görevlər də var, yəni işlər də var. İndi məsələn bir dənə göstərəcəm kargo görəvi. Bir də oyunda belə pullar zətlər də var. Baxın belə. Məsələn 200 dollar verir. Bu şekilde. Ben niye buraya girdim? Düşey maşını. Dostlar 07'ni vurduk. 07'mizin qabağı getdi. İndi burada işler var. Gördüğünüz kimi. Burada sürət görevi var, kargo görevi var ve parking görevləri var. Bugün biz sadece şəhəri gəzəcəyik. Görev falan eləməyək. Oyunda maşınlar çox qəşəngdir. Yine size menüye çıxan maşınları da göstərirəm. 07'mizi vurduq. Kia ilə toqquşduq. O maşın getdi böyük ehtimal. Neyse, minək maşınımızı deyib düzəltdirərik artıq. Başqa çare yox. Yəni əslində günah bizdə oldu. Səhv yoldan getmişəm. Protiv girmişəm yəni. Yine biraz sürət test eləyin 07'yə. 150'ni rahat görür. İnşaat yeri falan da var. Bu xarita mənə şey hatırlat diye. Bu şey oyunu var idi dostlar. Azilov, Azərbaycan yapımı oyunu idi. Və onda da belə idi. Bu xaritanın qıraqlarında belə dairə formasında şey var idi. Bir tərəfində də şey işte ne deyirlər ona? Bir tərəfində də işte inşaat yeri var idi. Ya kanalımda var videolar dostlar. Kanalımda var. Azilov videoları var. Kanalımın ilk videolarında da var. Ne bileyim. İşte son videolarda çəkməmişəm amma çəkdiklərim də olub yani. Kanalımda videolar var. Buraya girmək olmur deyəsən. Çaş olardı. Ondan sonra bir dənə çıxay maşınları göstərim sizə.
Ha burada məsələn belə direksiyon da qoymaq olur bunu. Direksiyon da yaxşıdır. Ama biraz gec dönür nədənsə. Yaxşı, onda bir dənə bir dəqiqə bir şey baxacağım. Ne kadar reklam gəlir. Hayır, burada işləmir. Dostlar, onda mən bir dənə çıxay buradan. Çıxım bir dənə buradan, qaraj deyək. Maşınları göstəreyim. İşte Tofaş var. İşte mən Nord 7'mi buradan aldım. 4000'e. İşte Doblo falan var. İşte burada. Ford var. Ben isteseniz canım ben bunu alırım size. İşte burada BMW falan var. Böyle maşinamız var. Mesela burada Mercedes'imiz var. Sonra Togg'umuz var. Bu şekilde maşinlarımız var. Ve burada tırımız falan da var. 30.000 qiyməti. Bunu da alabilirim ha. Dostlar, yorumlara yazın. İsteseniz ya bu tırı alırım sizin için. Ya da ki transit alırım. Buradaki başını. Ama bir böyle bir başlanma istedim. Dostlar, orada bugünkü videomuz buraya kadar olsun. Yorumlara yazarsınız hansı başını istediğinizi. Yani o tırı alır, yoksa bu Ford Transit'i alır. Eğer beğenseniz ikinci bölümde atacağım bu farz et ki oyununu. Siz de gidip oyunun adını yazıp indirebilirsiniz. Videoya koyacağım. Video 6 dəqiqə oldu. Video yaxşıdır. Dostlar, bu videoya 20 like gəlsə, devamı gələcək. Bir de 500 abunəyə çox az qaldıq. Abunə olub like atarsanız çox sevinərəm. Sağ olun, özünüzə yaxşı baxın. Bir de 500 abunədə hədiyyəmiz olacaq. Sağ olun, özünüzə yaxşı baxın. Salamat qalın.